Payız fəslində bir çox virus aktivləşir. Son günlərdə ölkə ərazisində insanlar arasında ürək bulanma, mədə ağrısı, qarında sancı şəkilli ağrılar kimi əlamətlərlə özünü göstərən infeksiya yayılıb. Yoluxanlar xəstəliyin sürətlə yayıldığını, 3-5 gün davam elədiyini deyirlər. Fəsil dəyişməsi zamanı orqanizmdə hormonal və metabolik dəyişikliklər baş verir. Bu da immun sisteminin fəaliyyətinə təsir göstərir. Hava dəyişkənliyi, temperatur fərqləri və rütubət səviyyəsi virusların çoxalması üçün əlverişli şərait yaradır. Virusa yoluxanlar arasında isə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar daha ağır keçirir. Rota virus türkü daha çox uşaqlarda özünü göstərən mədə-bağırsaq simptomları ilə ön planda olan, qızdırma ön planda olan bir xəstəlikdir. Bundan başqa influenza virusu da bir bildiğimiz normal qrip, mövsümi qrip xəstəliyi. Yəni bunun özünün də gedişatında bəzən elə ola bilər ki, klassik simptomları var bunların. Boğaz ağrısı, qızdırma, öksürək, yəni yuxarı tənəffüs yolu simptomları. Bəzən də ola bilər ki, bu xəstəliklər atipik gedişi ola bilər ki, mədə-bağırsaq simptomları ön planda olur. Xəstələr diareya, ishal kimi şikayətlər ola bilər, qarın ağrısı kimi şikayətlər ola bilər. Zakir Quliyevin sözlərinə görə, xüsusən payız-qış ayları boyunca immun sistemini möhkəmləndirmək lazımdır. Bunun üçün vitaminli qidalar, meyvə-tərəvəz yeməyə çox diqqət eləmək, fiziki aktivliyi artırmaq, açıq havada gəzmək vacibdir.